Sumqayıt şəhər Muğam mərkəzində disleksiyadan əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiyası və onların hərtərəfli inkişafına dəstək məqsədi ilə Respublika forumu təşkil olunub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə millət vəkilləri, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi kimi aidiyyatı dövlət qurumlarının rəhbərləri, habelə tibb, təhsil və ictimai sektorun aparıcı mütəxəssisləri iştirak edib. Forumun əsas məqsədi disleksiya ilə bağlı mövcud çağırışları və beynəlxalq təcrübələri nəzərdən keçirmək, tibbi, pedaqoji və sosial-psixoloji dəstək sahəsində əlaqələndirməni gücləndirmək olub. Bu gün Sumqayıt şəhərində keçirilən növbəti silsilə konferanslardan biri birinci disleksiya forumu baş tutdu. Həqiqətən də bildiyiniz kimi şəhərimiz ölkədə istər təhsil sahəsində, istər tibb sahəsində artıq ön qabaqcıl yerlərdən birini tutur. Biz çox şadıq ki, Bulvar Medikal Sentr ailəsi olaraq bu tədbirin həm təşkilatçısı, həm də xüsusi sponsoruyuq. Diqqətinizə çatdırmaq istərdik ki, disleksiya həqiqətən də bir xəstəlik deyil, bir qüsur deyil, bu bir fərqlilikdir. Biz öz çıxışımızda da qeyd etdiyimiz kimi, bu tip insanlara həqiqətən də cəmiyyət dəstəyi, cəmiyyətin mənəvi dəstəyi çox önəmlidir. Bu istiqamətdə də istər ölkəmizdə, istər ölkədən xaricdə olan bütün təcrübələrimizi bölüşdük. Belə tədbirlərin keçirilməsi üçün şərait yaradan Sumqayıt şəhər rəhbərliyinə xüsusi təşəkkür edirik. Forumun əhəmiyyəti vurğulanaraq, disleksiyalı vətəndaşların cəmiyyətə uğurlu inteqrasiyasının dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən olduğu bildirilib. Disleksiyalı şəxslərin hüquqlarının müdafiəsi və onların təhsilə əlçatanlığının artırılması üçün qanunvericilik təşəbbüslərinin gücləndirilməsi zərurətindən danışılıb. Forumun əsas məqsədi disleksiyalı uşaqları cəmiyyətə inteqrasiya eləmək, fərqliliyi hər kəsə çatdırmaq. Biz demək istəyirik ki, uşaqlar arasında heç bir fərq qoymaq olmaz. Uşaqlar bizim gələcəyimizdir. Biz sağlam gələcəyin bünövrəsini sağlam uşaqları böyütməkdən keçir. Ona görə də hər kəsi birlik və bərabər olmağa dəvət edirəm ki, disleksiyalı uşaqları cəmiyyətə inteqrasiya etmək üçün hamımız birlikdə birlik və həmrəy olaq. Bu sahədə ixtisaslaşmış mütəxəssis kadrların hazırlanması məsələlərinə toxunulub. Disleksiyalı gənclərin peşə yönümlü təhsili və məşğulluq imkanlarının genişləndirilməsi üzrə görülən işlər barədə məlumat verilib. Tədbir panel iclaslarla davam etdirilib. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.